Bismillahirrahmanirrahim. Dəyərli izləyicilər, əziz həmvətənlər, Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bugün sizinlə gündəmdə çox müzakirə edilən və bir çox insanların, ağzı göyçəklərin, Əhlüsünnə və cəmaatı, yəni bizləri müxtəlif ittihamlarla haqsız olaraq ittiham etməsi haqqında danışmaq istəyirəm və məsələyə biraz aydınlıq gətirmək istəyirəm. Bəziləri İrana xidmət edənlər, mollalara xidmət edənlər, ayətullahlara, nə bilim, beyyət edənlər, bəziləri siyasətçi olanlar və ya nə bilim, müxalif olanlar, müxalifət yönümlü insanlar və s. Bizləri ittiham edirlər ki, biz hakimiyyət məsələsində hakimiyyətə yaltaqlanırıq. Bəziləri ittiham edir ki, güya biz bunu artistlik üçün deyirik, yəni əlimizdə imkan olsa hakimiyyətə qarşı çıxacağıq, nə edəcəyik. Yəni bu kimi belə, yəni hər biriniz yəqin ki, qarşılaşmısınız bu kimi ittihamlarla. Mən bu məsələlərə aydınlıq gətirmək istəyirəm. Əvvəla biz Əhlüsünnə və cəmaat olaraq bizim ana xəttimiz Allahın kitabı, Peyğəmbərinin sallallahu aleyhi və səlləmin hədisləri və bu iki qaynağı Allah Rəsulunun sahabələrinin başa düşdüyü tərzdə başa düşməkdir. Yəni bizim əqidəmizin, etiqadımızın, dinimizin təməli bunun üzərindədir. Və biz rəhbərə itaət etmək, hakimə itaət etmək məsələsinə gələndə, biz bunu Allahın kitabından və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin hədislərindən götürmüşük. Açıq-aşkar, yəni yozumla yox, məna verməklə yox, açıq-aşkar ifadələrlə edilən əmrdən götürmüşük. Və bu iki qaynaqda olan hədislərin də və ayələrin də Allah Rəsulunun, sahabələrinin başa düşdükləri kimi başa düşmüşük. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, Ya eyyuhəl-ləzîne əmənu, ey iman gətirənlər, ati'ullaha və ati'ur rasulə və ulil əmri minkum. Allaha itaət edin, Peyğəmbərinə itaət edin və əmr sahiblərinə itaət edin. Rəbbimiz bu ayədə Nisa surəsinin 59-cu ayəsidir. Allah subhanahu wa ta'ala bu ayədə möminləri, yəni ona iman gətirənləri Allaha itaətə, Peyğəmbərə itaətə çağırır. Və eyni zamanda bu ikisinin itaətinin altında əmr sahiblərini itaət etməyə çağırır. Əmr sahibləri hər bir zamanda, hər bir məmləkətdə olan rəhbərdir və rəhbərin təyin etdiyi insanlardır ki, yəni onlara itaət etmək şəriətimizlə bizə vacib buyurulmuşdur. Hədislərdə isə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sahabələrindən bir çox rəvayətlər gəlmişdir. Məsələn, Buxari və Müslimdə gələn bir rəvayəti xatırladıram. Bütün rəvayətləri qeyd etməyə yəni vaxt aparmaq istəmirəm. Məsələn, Abdullah ibn Ömər radiyallahu anhümə buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Aləl mər'il muslim əs-səm'u və ta'a. Müsəlman bir kişinin üzərinə vacib olan eşidib itaət etməkdir. Yəni rəhbərə eşidib itaət etməkdir. Fīmə əhəbbə və kərihə. Sevdiyi və sevmədiyi məsələlərdə ola bilər sən xoşun gələr itaət edərsən, o xoşun gəlməyən məsələ olar, yenə də itaət etməlisən. İllə ən yu'mara bimasiyə. Deməli, itaət etməlisən. Yalnız nə vaxt itaət etmirsən, sənə günahı əmr etdikdə o zaman itaət etmirsən. Fəizə umira bimasiyyətin, ona bir günah əmr edilsə, yəni dövlət başçısı əmr etsə ki, bu günahı elə, o zaman itaət etmirsən. Fələ səm'a və lə ta'a. Eşitmirsən, itaət etmirsən. Buxari və Müslim rəvayət etmişdir. Və ona görə Əhlüsünnə və cəmaat həm ayədən, həm də hədisdən çıxan mənaya görə rəhbərə itaət etməyi vacib sayırlar. Yalnız istisna nədədir? İstisna, rəhbər əgər hər hansı bir asiliyi əmr edirsə, günahı əmr edirsə, o zaman o məsələdə itaət yoxdur. Bəli, o məsələdə itaət yoxdur və müsəlman bacardığı qədər imkan daxilində o günahdan, o asiliyə itaət etməkdən yan keçməyə çalışır. Amma digər yaxşı işlərdə isə canla başla müsəlman yaşadığı ölkədə qanunlara, əmrlərə tabe olmalıdır. Və bugün bizləri ittiham edən bəziləri, məsələn, bir çoxları, xüsusən də bunu dillərində gətirənlər, göy zülmə qarşı susmaq olmaz, zalimə qarşı susmaq özü günahdır, nə bilim, zalıma susmaq, nə bilim, özü sanki bir şeytandır və s. bu kimi ittihamlarla çıxış edirlər. Əvvəla bu insanlar bilməlidirlər ki, biz hansısa bir marağa görə, hansısa bir maddiyyətə görə və ya kiməsə görə, nəyəsə görə itaətə çağırmırıq. Bu Allahın çağırışıdır, onun Peyğəmbərinin çağırışıdır.
Bu birinci məsələ. İkinci məsələ, Allah Resulü sallallahu aleyhi və səlləm bizə bildirib ki, əvvəlcədən belə-belə insanlar olacaq, onlar sizə hökm eləyəcəklər, zülm eləyəcəklər, malınızı alacaqlar və s. və s. Yəni ki, məlum hədislər var. Və Allah Resulü bizə belə hallarda nə əmr eləyib? İtaət etməyi əmr eləyib. Niyə görə? Ona görə ki, bu məsələlərdə kütləvi şəkildə etirazın edilməsi, açıq-aşkar etirazın edilməsi fitnəyə, fəsada səbəb olur. Cəmiyyətdə tarazlığı pozur, cəmiyyətdə xaosa gətirib çıxarır. Necə ki, bu bir çox ölkələrdə bu görünür, müşahidə edilib. Yəni, bunun xeyrindən çox fəsadı olur. Ona görə Allah subhanahu wa ta'ala bizi itaətə çağırıb. Bəli, rəhbərə etiraz edə bilərsən. Amma necə eləyə bilərsən? Sən gedirsən, qəbula yazılırsan, qəbula girirsən və gedib qəbulda etiraz eləyirsən. Deyək ki, məsələn, dövlət başçısına və ya hər hansı bir nazirin qəbuluna, hər hansı bir məmurun qəbuluna gedirsən bir vətəndaş kimi, öz etirazımı bildirirsən. Əgər yazılı formada eləyə bilərsənsə, yazılı formada eləyirsən. Bu gün əlhamdülillah, məsələn, sayt var. İnternet üzərinə, sayt üzərinə gəlib etiraz eləyə bilərsən. Bunu gec etiraz elə. Bu şəriətimizə uyğundur. Burada heç bir qəbahət yoxdur. Gec etiraz elə, yaz, etiraz məktubu göndər. Bu gözəl bir şey. Buna dinimiz, belə deyək də, bir qadağa qoymur. Amma çıxıb ekranda danışmaq, YouTube'da danışmaq, TikTok'da danışmaq, orada burada şüarlar səsləndirmək, bu bizim dinimizdən deyil. Aydındır? Bu bizim dinimizdən deyil. Dinimizdə buna icazə yoxdur. Hər kim gəlir, gətirir, qoysun ortaya. Dində bu şeyə etiraz yoxdur. Aydındır? Bəzilər bunu ola bilər gətirsinlər. Məsələn, İmam Hüseyin radiyallahu anhunun Yezdə qarşı çıxmağını gətirsinlər. Hüseyin radiyallahu anh əslən Yezdi tanımamışdı. Yəni, Mədinə cəmaatı, Məkkə cəmaatı Yezidin hakimiyyətini qəbul eləməmişlər. Yəni, ona beyət eləməmişdilər. Aydındır. Ona görə Hüseyin radiyallahu anh Yezdə itaət eləmirdi. Çünki onlar ümumiyyətlə onun hakimiyyətini qəbul eləməmişlər. Yəni, beyət eləməmişlər. Amma beyət eləyəndən sonra əlbəttə çıxmaq artıq haramdır. Və bu ittifaqdır bütün müsəlmanlar arasında. Lakin bugün kimlərsə hansı ayətullahların marağına xidmət edənlər, kimlərəsə özlərini şirin göstərməyə çalışanlar, güya zülmə qarşı mən susmuram deyib insanları cuşa gətirənlər, vallahi ki, araşdırsanız bir dəfə də ədəbli bir şəkildə etiraz edib bir məktub yazmayıb harasa. Hansı bir nazirliyə mi, hansı bir məmura mı və ya dövlət başçısına mı? Ədəbli şəkildə, elmi şəkildə, bir məntiqli şəkildə bir məktub yazsın, müraciət eləsin, etirazını bildirsin, hər hansı bir məsələdə narahatçılığını ifadə eləsin. Yəni, bunlar sadəcə olaraq ölkəmizi çaxnaşmaya aparmaq istəyən, fitnə fəsad salmaq istəyən düşüncələrdir. Və biz bu məsələlərə öz maddi marağımızdan və hər hansı bir marağımızdan çıxış eləmirik. Hətta bizim xoşumuz gəlməyən insanlar belə bu məsələdə bizlə müttəfiq olanda bizə deyirik ki, əlhamdülillah, çünki onlar Allahın şəriətinə uyğun danışırlar. Kiminsə marağına görə danışmırlar. Nəyəsə görə danışmırlar. Çünki bu əhl-i-sünnə və cəmaatın etiqadıdır. Eşitmək və itaət etmək. Və ona görə də kimsə gətirir, məsəl üçün deyir ki, ay Suriya belə oldu, Bəşər Əsəd belə gəldi. Qardaş, birinci Bəşər Əsədə qarşı biz heç vaxt danışmamışıq ki, ona qarşı filan şey eləmək lazımdır, peşman şey eləmək lazımdır. Bəli, o zaman nə vaxt alimlər o haqda danışdılar? O zaman danışdılar ki, artıq o ölkədə xaos baş alıb gedirdi, vətəndaş müharibəsi var idi, artıq 2 cəbhə, 3 cəbhə formalaşmışdı. O zaman elm adamları hər hansı bir cəbhənin tərəfini tutdular. Vəssalam, amma əvvəldən heç kəs o işləri təşviq eləmirdi. Aydındır? Və mənim də demək istədiyim budur ki, əziz həmvətənlər, yəni biz bunu hər hansı bir marağa görə eləmirik. Bu bizim dinimizdir, əqidəmizdir, etiqadımızdır. Allahın kitabında sizə Nisa surəsinin 59-cu ayəsini xatırlatdım və Buxari və Müslimdən İbn Ömərdən rəvayət olunan hədisi və Buxari və Müslimin səhihini açsanız və orada həmin o fəsillərə siz baxsanız, əmirlərə itaət etmək fəslində, orada siz kifayət qədər hədislər görərsiniz. Yəni bu bugünün hədisi deyil, bu 1400 il qabaq deyilən hədislərdir. Aydındır ki, bu kiminsə marağına görə söylənməyib. Bu Allah Rəsulunun müsəlmanlara öyrətdiyi bir dindir, əqidədir. Allahdan diləyirəm ki, Allah subhanahu wa ta'ala bizi fitnədən, fitnə əhlindən, fəsaddan qorusun və Rəbbim bizi vətənimizdə əmin-aman etsin. Allah subhanahu wa ta'ala bizi hamımızı islah eləsin və bizim hamımızı xeyir işlərə müvəffəq etsin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.